Son günlərdə metro köşklərində müxalif yönlü qəzetlərin satışına qadağanlar edilib. Kanal 13 olaraq bu barədə araşdırma apardıq. Metro servisin mətbuat yamının direktoru Bəkir Cəfərov çəkiliş etməyimizə icazə verməyərək suallarımıza yalnız şifahi olaraq cavab verdi. Bəkir Cəfərov bildirdi ki, əslində bu problem oktyabr ayının 15-dən başlayıb. Belə ki, müxalifət qəzetlərinin əməkdaşları satışla bağlı özləri müraciət etmirlər. Hətta bu nüans bizim iqtisadi durumumuza da öz təsirini göstərib. Qəzetlərin kəmiyyəti azaldığından çox az miqdarda pul qazana bilirik. Məsələ ilə bağlı Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu'nun mövqeyini öyrəndik. Biz hər gün müraciət edirik. Mən başa düşürəm orada. O, yəni bir şirkətdir və yayım işi ilə məşğuldur. Ona gəlib deyirlər ki, yayım o da yaymır. Amma nəsə izahat verməlidir axı. Sizə də bu cür izahat verir. Mən elə indi müraciət edirəm. Kanal 13-dən ona müraciət edirəm ki, lütfən bizim qəzeti buyurun satın. Siz də qazanın, bizim də vəziyyətimiz yerinə qayıtsın, gəlsin. Bizim metropolitenlə bağlı problemlərimiz çox qabarıqdır, çox pisdir. Gündəlik 250-300 manat zərər deməkdir bu. Aya vuranda 8-9 min manat dövrədən pulumuzun çıxması deməkdir. Amma bizim başqa bir problemimiz də ondan ibarətdir ki, qasid mətbuat yayımı firması qəzetləri satır, amma 1 manat da bizə pul vermir. Biz təsəvvür edin, metro yayımından sata bilmirik və pul ala bilmirik. Qasid satır, pulumuzu vermir. Şəhərin mərkəzində, Targovada, Fontanlar bağında, İçəri şəhərdə, bulvarda qəzet satışına qadağa qoyulub, stendlər götürülüb, dükanlarda stendlər götürülüb və mən başa düşə bilmirəm, yəni nə istəyirlər və niyə belə edirlər? Mövcud problemlə bağlı paytaxt küçələrində yerləşən köşklərdə də müxalifət qəzetlərinin satışı ilə bağlı araşdırma apardıq. Sizdə Yeni Müsavat qəzeti var? Ümumiyyətlə olur sizdə Yeni Müsavat? Bəs köhnə nömrəsi var sizdə içinizdə? Azadlıq qəzeti. Sizdə Müsavat qəzeti var, Yeni Müsavat qəzeti var. Bugün gəlməyib, xadmı. Ümumiyyətlə var, olur sizdə? Olur. Olur qızım. Bircə bugün yoxdur, hə? Bircə bugün yoxdur.